Litvanın Slaptay portalında 3-cü Bakı Beynəlxalq Humanitar Forumu haqqında daha bir məqalə dərc olunub. Təqribən 70 fotoşəkillə illüstrasiya olunan növbəti məqalə Bakı göydələnlər, fəvvarələr və gənclər şəhəri də adlanır. Məqalədə deyilir ki, Azərbaycan paytaxtını bir neçə gün ərzində tanımaq mümkün deyil. Bu şəhər hətta Paris, Brüssel və London kimi şəhərlərdə gəzib dolaşan insanlarda belə unudulmaz təəssüratlar yaradır. Azərbaycanın nəhəng, üçrəngli bayrağının dalğalandığı Bayraq Meydanı Bakı forumunda iştirak edən Litva nümayəndə heyətində böyük təəssürat yaradıb. Bir-birindən gözəl fəvvarələrin olduğu, eksotik ağacların, kanar palmalarının bitdiyi dənizkənarı bulvar qonaqları məftun edib. Azərbaycan paytaxtında gənclərin sayının çox olması da Litvalı qonaqları heyrətləndirib. Məqalədə qeyd olunur ki, ədəb-ərkanlı, nəzakətli, gənc qadın və kişilər Azərbaycan xalqını fərqləndirən cəhətlərdən biridir. Məqalədə həmçinin bildirilir ki, qocalmaqda olan Avropa Azərbaycanın belə dinamik demoqrafiyasına yalnız qibtə edə bilər. Xüsusən ona görə ki, Azərbaycanın son 20 ildə qazandığı ciddi siyasi, iqtisadi və mədəni nailiyyətlər çox çətin bir şəraitdə əldə olunub. Məqalədə Azərbaycan torpaqlarının 20%-nin işğal olunması, 1 milyondan çox Azərbaycanlının doğma yurt yuvalarından qovulması ilə nəticələnən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də söz açılır. Məqalədə o da qeyd olunur ki, razılaşın ki, 9 milyon əhalisi olan ölkədə xalqın həyat keyfiyyətinin və rifahının yaxşılaşdırılması dövlətin qarşısında duran prioritet vəzifədir.